Cəmaət qaynanasından şikayət eləyəndə bizdə isə fərqlidir. Qaynatamdan şikayət edirəm. Haçan qablarım qaldı, vaxtım olmayanda yumağa başlayır, gəlir ki, bu nə qablardır, niyə bura tökülüb qalıb? Yemək yemisinizsə, tez qabları yuyun, yerinə qoyun. Və elə olur ki, başqa işim olur və mən bunu çatdıra bilmirəm. Qoyuram ki, birazdan gəlib yuyacam. O da ki, qaynatam deyinəndən sonra tez qaçıram qablarımı yumağa. Süfrəni sərən kimi başlayır ki, çəngəl yoxdur, salfetka yoxdur, duz qabı yoxdur. Qaynanamla mən də ikimiz də dururuq. Birimiz çəngəl gətiririk, birimiz duz gətiririk, birimiz salfetka gətiririk. Ki, qaynatam narazı qalmasın, hər şey yerində olsun. Düzdür, çox vaxt bunlara riayət edirik, amma elə olur ki, yadımızdan çıxır və qalır. Və qaynatam da başlayır danışmağa. Və ipdən paltarları gec götürəndə də başlayır ki, gün yandırdı, hayf oldu, paltarlar niyə götürmürsünüz Qızlar, paltarlar? bəs sizin Evinizdə kim ən çox deyinir? Belə hekayələrin davamı üçün qızlar məni takib alıb, bəyəni və yorum yazmağı unutmuruq. Özünüzə müğayət olun. Allah amanında.